Aprel döyüşləri həm də ilk qayıdışın təməlini qoydu. Cocuq Mərcanlıya qayıtdıq. Vətən müharibəsindən sonra isə Qarabağa, Şərqi Zəngəzura qayıdırıq. Proses bugün də davam eləyir. Ağdərənin Suqovuşan qəsəbəsinə növbəti ailələr köçürülüb. Daha 53 ailə öz doğma yurduna qovuşub, mənzillərinin açarlarını alıb. 30 illik həsrət cəmi bir neçə saatdan sonra başa çatır. Növbəti köç karvanı Tərtər rayonundan yola düşür. Suqovuşan sakinlərinin keçirdiyi hissləri indi onların özü qədər heç kəs anlaya bilməz. Kədərimizi atdıq, sevinci. Çox sevinirəm, həyəcanlıyam. Yəni 32 ildən sonra qaydırıq öz duranımıza. Allah şəhidlərimizə rəhmət eləsin. Oradan çıxanda 6 yaşım var idi. İndi sevinç hissi ilə qaydırıq. Allah ordumuzu qorusun. Suqovuşan qəsəbəsində yeni inşa olunan yaşayış kompleksi ilk köçü qarşıladı. Beləliklə, ilkin mərhələdə 53 ailə, 174 sakinin vətən həsrəti başa çatdı. Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edildi. Allah bugünkü günü bizə nəsib eləyən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah hamısının canı sağ eləsin. Biz çox xoşbəxtik. Bugünkü gündə bizi belə gözəl şəraitə qovuşduran prezidentimizə də can sağlığı arzu edirik, minnətdarıq. Çox sevincli hissət keçirəm. Şükür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, onların sayəsində biz bu günləri gəlib burada öz torpağımızda məskunlaşdıq. 30 il gözlədik. Mən burada doğulmuşam, bu kətdə 73-cü ildə. 30 il bizim üçün çox əzablı keçdi. Həmişə vətən həsrəti ilə yaşadıq. Mən həmişə deyirəm, bu Murov dağıdır, amma bizə göz dağı olmuşdu. Belə bir dövlətimiz gözəl şərait qurub əhalimizə. Hamısı sıfırdan tikilmiş obyektlərdir. Çox komfortlu, çox gözəl. Qeyd edək ki, Suqovuşanda yeni yaşayış kompleksinin inşasına 2023-cü ilin sentyabr ayında başlanılıb. Yaşayış məntəqəsinə köç mərhələli şəkildə davam edəcək. Elnur Tofiq, Elmin İsfəndiyarov, Şahnun Qasımova, ASTV xəbər.